Yeni dünya nizamının gizli qərargahı. Konspiroloqlar illərdir Denver hava limanının məhz bu məqsədlə inşa edildiyini iddia edirlər. Hələ hava limanına girməmiş sizi 10 metrlik nəhəng göy rəngli bir at heykəli qarşılayır. Yerli əhali ona Lucifer deyir. Bu heykəlin gözləri gecələr qan qırmızı rəngdə parıldayır. Ən qorxuncusu isə odur ki, heykəlin müəllifi Luis Jimenez məhz bu atın bir parçası üzərinə düşdüyü üçün elə iş başında dünyasını dəyişib. Bir çoxları bu heykəlin qiyamətin xəbərçisi olduğuna inanır. İçəri girəndə isə mənzərə daha da qəribələşir. Divarlarda sülhdən bəhs etdiyi deyilən, amma baxanda adamın tüklərini biz-biz edən rəsmlər var. Qaz maskası geyinmiş əskərlər, qılıncla öldürülən göyərçinlər və ağlayan uşaqlar. İnsanlar düşünür ki, bu rəsmlər gələcəkdə baş verə biləcək böyük bir fəlakətin şifrələridir. Üstəlik, hava limanının təməl daşının üzərində mason rəmzləri və 2094-cü ildə açılacaq gizli bir vaxt kapsulu yerləşdirilib. Amma ən böyük müəmma yerin altındadır. Tikinti zamanı bura nəzərdə tutulandan 2 milyard dollar daha çox pul xərclənib və nəhəng yeraltı tunellər qazılıb. İddialara görə hava limanının altında elitanın qaçıb gizlənə biləcəyi nəhəng bunkerlər və laboratoriyalar var. Rəsmi qurumlar bunun sadəcə uğursuz bir baqaj sistemi olduğunu desələr də, havadan baxanda uçuş zolaqlarının formasının svastikaya bənzəməsi şübhələri daha da artırır. İndi isə hava limanı rəhbərliyi bu iddialarla zarafat edir. Divarlara bəli, biz burada yad planetliləri gizlədirik afişaları vururlar və sizcə bura sadəcə bir hava limanıdır, yoxsa gözümüzün qarşısında gizlədilən böyük bir sirr? Fikirlərinizi şərhlərdə yazın.